Salam, hər vaxtınız xeyir olsun. Gəlin bu gün sizlərlə birlikdə təsvir incəsənət 3-cü sinif Telegram testlərini birlikdə işləyək. Baxaq birinci suala. Qarışıq rənglər hansılardır? Göy, qırmızı və sarı. Xeyr, bunlar əsas rənglərdir. Yaşıl və qırmızı. Qırmızı əsas rəng olduğu üçün qarışıq rəng sayılmır. Yaşıl və bənövşəyi, bəli, bunlar qarışıq rənglərdir. Bənövşəyi və sarı isə sarı əsas rəng olduğu üçün qarışıq rəng sayılmır. Baxaq o bir suala. Çəkilmiş rəsmdə ağır, həyəcanlı, kədərli əhval-ruhiyyə yaradır. Söhbət hansı rəngdən gedir? Deməli, rəsmdə ağır, kədərli əhval-ruhiyyə varsa, bu qara rəngdən söhbət gedir. Əsas təsvirin arxa hissəsidir. Color. Xeyr, color rəng uyğunluğu deməkdir. Çalar. Çala bir rəngin müxtəlifliyi deməkdir. Portret isə təsvir incəsənətin janrıdır. Yəni dəqiq cizgilər deməkdir. Fon isə əsas təsvirin arxa hissəsidir. Rəng uyğunluğu deməkdir. Color, bəli. Kompozisiya nədir? Ayrı-ayrı hissələrdən bütöv bir təsvir yaratmaq kompozisiya adlanırdı. Ləkə isə rəngkarlıqda bədii ifadə vasitəsidir. Fon isə əsas təsvirin arxa hissəsidir. Yaddaş gecəsi əsəri hansı rəssama aiddir? Mir Teymur Məmmədovun 2 əsəri var. Biri Yaddaş gecəsi, digəri isə Sübh çağı. Rəngin açıq rəngtürklüyünün fərqi nədir? Kontrast, rəng kontrastı, ton kontrastı və fon. Burada cavab olacaq ton kontrastı. Rəng kontrastı parlaq rənglərin bir-birinə olan kəskin fərqi adlanırdı. Ton kontrastı isə bir rəngin açıqlığının və tündlüyünün fərqi sayılırdı. Kontrast rəngləri isə bir-birindən kəskin fərqlənən rənglərə kontrast rənglər deyilirdi. Fon isə əsas təsvirin arxa hissəsidir. Ziddiyyət əks olan deməkdir. Çalar. Çalar dedik ki, bir rəngin müxtəlifliyidir. Tablo, iri ölçülü rəsm deməkdir. Təzad, ziddiyyət əks olan deməkdir. Ləkə isə rəngkarlıqda bədii ifadə vasitəsi sayılır. Mavi fonda natürmort əsəri hansı rəssama aiddir? Onun digər əsərini tapaq. Deməli, mavi fonda natürmort əsəri Böyükçağı Mirzəcadənin əsəridir. Gəlin onun digər əsərini tapaq. Sübh çağı Mir Teymur Məmmədovun əsəridir. Zuğulbada dəniz Böyükçağı Mirzəzadə. Yay əsəri Lətif Feyzullayev, sahədə Kamil Xanlarov. Təbiətin əhval-ruhiyyəsi həyəcanlı və zəhimlidir. Söhbət hansı əsərdən gedir? Kəndimizin sakinləri, sübh çağı, mavi fonda natürmort, Xəzər neftçiləri. Bəli, söhbət Xəzər neftçilərindən gedirdi. Çünki bu şəkildə qara rəngdən daha çox istifadə olunduğu üçün təbiətin əhval-ruhiyyəsi həyəcanlı və zəhimlidir. Axşam əsəri hansı rəssama aiddir? Onun digər əsərini tapın. Bahar gəlir. Bahar gəlir əsəri Elmira Şaxtantinskayanın əsəridir. Neft daşlarında qış Tağı Tağıyevin əsəridir. Laçın Kürtacı kəndi Maral Rəhmanzadənin əsəridir. Deməli, axşam əsəri Maral Rəhmanzadənin olduğu üçün Laçın Kürtacı kəndə Maral Rəhmanzadəyə aiddir. Burada cavab Laçın Kürtacı kəndidir. Qızıl payızı isə Əli Səfərovun əsəridir. Sibel əsəri hansı rəssama aiddir? Sakit Məmmədov, Bəhruz Çəngərli, Vüqar Əli, Rəşad Cabbarov. Deməli, Sakit Məmmədovun əsəridir. Toxuculuq sənətində ipliyin hörülən düyümü nə adlanırdı? Deməli, dedik ki, toxuculuq sənətində ipliyin hörülən düyümü ilmə, ilməni saxlayan əsas iplər isə əriş adlanırdı. Ritm sözünün mənası nədir? Rəng uyğunluğu, əks-ziddiyyət və növbələnmə. Bəli, növbələnmə, rəng uyğunluğu kolordur. Əks-ziddiyyət isə təzad adlanırdı. Əsirlərin nəğməsi hansı xalçaçı rəssama aiddir? Kamil Əliyev, Lətif Kərimov, Toğrul Nərimanbəyov, Bəhruz Kəngərli. Burada 2 variant gedir. Çünki Toğrul Nərimanbəyovlu Bəhruz Kəngərli xalçaçı rəssam deyil. Geriyə 2 variant qalır. Kamil Əliyev və Lətif Kərimov. Əsirlərin nəğməsi Lətif Kərimovun xalçasıdır. İnsan tərəfindən yaradılan ilk süni material hansıdır? Şüşə, metal, mis və keramika. Keramika insan tərəfindən yaradılan ilk süni material hesab olunur. Əsərin ilkin qaralaması nə adlanır? Əsərin ilkin qaralaması eskiz adlanır. Eskiz təsəvvür edilən əsərin ilkin qaralamasıdır. Etüd isə təsvirsənət əsərini öyrənmək məqsədi ilə naturadan çəkilmiş ilkin nümunəsidir. Kompozisiya ayrı-ayrı hissələrdən bütöv bir təsvir yaratmağa kompozisiya adlanırdı. Konstruksiya isə quruluş deməkdir.
Rəssamın yaradıcılığında natürmortçanlıq xüsusi yeri var və əsərlərində nar rəsmlərinə daha çox üstünlük vermişdir. Nar rəsmlərinə daha çox üstünlük verən kimdir? Təbii ki, Toğrul Nərimanbəyov. Xətt, ştrix, ton təsvir inşaatın hansı növünün əsas ifadə vasitələridir? Rəngkarlıq, qrafika, memarlıq və heykəltaraşlıq. Təbii ki, qrafikadır. Xətt, ştrix, ton, işıq, kölgə qrafikanın əsas ifadə vasitələridir. Uzun yol Günəşli Payız gün əsəri hansı rəssama aiddir? Onun digər əsərini tapın. Bəli, Uzun yol Günəşli Payız günü İshak Levitanın əsəridir. İshak Levitanın digər əsəri hansıdır? Bahar, çiçəkləyən alma ağacları. Bəli, 2-ci sinifdə keçmişdik. Əsasən kölgəni xatırladır. Əşyaların və ya fiqurların digər fon üzərində bir rəngli təsvirinə deyilirdi. Sülyet. İllüstrasiya nədir? İllüstrasiya nağıl kitablarında baş hərfi bəzəyirdi və onu çəkən rəssama illüstrator deyilirdi. Maket isə hər hansı bina və ya şəhərin kiçik ölçülü nümunəsidir. Yapma nə idi? Plastilin və ya gil vasitəsilə yaradılan fəaliyyət növüdür. Qədim əlyazmalarda çəkilən kiçik ölçülü rəngli təsvir nədir? Miniatür. Dedik ki, maket nədir? Bina, küçə və ya şəhərin kiçik ölçülü nümunəsidir. Aplikasiya nə idi? Aplikasiya rəngli kağız, dəri, məxmər, parçaların kağız və ya digər səth üzərinə yapışdırılması üsulu ilə yaradılan təsvir sənət növüdür. İllüstrasiya isə nağıl kitablarında baş hərfin bəzədilməsi deyilirdi. Məhəmməd Füzuli, Koroğlu at belində kömür və akvarel texnikasında işləyən qrafika ustası kimdir? Cəlal Qaryağdı, Toğrul Nərimanbəyov, Qəzənfər Xalqov, Fuad Əbdürrəhmanov. Burada cavab olacaq Qəzənfər Xalqov. Zəmbil toxuyan qoca əsəri hansı rəssama aiddir? Onun digər əsərini tapın. Neft daşlarında qış. Mənim Azərbaycanım, bahar gəlir, mavi fonda natürmort. Zəmbil toxuyan qoca əsəri Asəf Cəfərovun əsəridir. Onun digər əsərini tapaq. Neft daşlarında qış, Tağı Tağıyev. Mənim Azərbaycanım, Asəf Cəfərov. Cırtdan nağılını illüstrasiya çəkmiş rəssamın digər əsərini tapın. Deməli, cırtdan nağılını illüstrasiya çəkən rəssam kimdir? Rasim Babayev. Qadın portreti Hafız Zeynalov. Dağlarda Qafar Seyfullayev. Sahədə Kamil Xanlarov. Çayçı Məmməd Rasim Babayev. Hansı əsər Xalidə Səfərovanın əsəri deyil? Basketbol, Süsənlər, Novruz bayramı, Samovarlar, Mənim diyarım. Deməli, burada olacaq cavab Samovarlar. Samovarlar kimin əsəridir? Məhəmməd Orucov. Yaz nəğməsi əsəri təsvir sənətinin hansı növündə işlənib? Rəngkarlıq, qrafika, natürmort və mənzərə. Təbii ki, qrafika. Və qrafikanın əsas ifadə vasitələri hansılarıdır? Xətt, ştrix, ton, işıq, kölgə. Əzəmətli, möhtəşəm deməkdir. Abidə, piedestal, monumental, heykəl. Deməli, əzəmətli, möhtəşəm deməkdir, monumental. Abidə isə tarixi şəxsə xatir olaraq ucaldılan heykəl deməkdir. Piedestal isə üzərində heykəl, sütun, dikəldirilən atlıq və ya özüldür. Heykəl isə daha çox bərk materiallardan, gildən, gipsdən, daşdan, metaldan olan həcmli təsvirdir. İplərin köməyi ilə canlanan kukla nə adlanır? Əlcək kukla. Əlcək kukla daha çox ələ keçirilmiş kuklaya deyilir. Marionetka iplərin köməyi ilə canlanan kukla adlanırdı. Maket isə dedik ki, bina və küçə şəhərlərin kiçik ölçüdə olan nümunəsidir. Muzeydə nümayiş etdirilən məmulat nə adlanır? Eksponat, ekspozisiya, kolleksiya və abidə. Deməli, muzeydə nümayiş etdirilən məmulat eksponat adlanırdı. Ekspozisiya isə eksponatları nümayiş etdirmək üçün onların müəyyən qaydada düzülüşünə deyilirdi.